Yoldaşlar, istəyirəm ki, son olaraq sizə qısa bir hekayə danışıb, eləcə bugünü yekunlaşdırım. Deməli, danışacağım hekayə heyvanların həyatından götürülüb və insanlar üçün kifayət qədər hikmətamiz bir məzmun daşıyır. Gəlin hekayə ilə tanış olaq. Deməli, bu hekayə meşədə baş verir, hansı ki, canavar və eşək dalaşır. Nə üstündə? Çox bəsit bir məsələ üstündə. Eşək deyir ki, otlar yaşıl rəngdədir. Canavar da deyir, ay eşək, ağlını başına yığ. Ot həmişə yaşıldır da, bu ot da yaşıl rəngdədir. Çox mübahisə edirlər. Onların mübahisəsi fayda vermir. Axırda çar-naçar qalıb nə edirlər? Gəlirlər meşənin kralının yanına, yəni şirin yanına. Canavar da, eşək də məsələni ona ərz edir. Şir də belə baxır. Bir canavara baxır, bir eşəyə baxır. Axırda eşəyə deyir ki, gedə bilərsən, azadsan, lakin canavarı cəzalandırır. Canavar da təəccüblənir, deyir, şah sağ olsun. Bəyəm, məgər mən səhvmi etdim? Səhvmi deyirəm, axı otlar yaşıl rəngdədir, sən bunu özün də bilirsən. Şir deyir ki, bir belə ah çəkir dərindən. Deyir ki, mən buna görə, otların rənginə görə səni cəzalandırmıram. Mən səni eşəklə mübahisə etdiyin üçün cəzalandırıram. Fərq etməz həyatın hansı mərhələsində olaq, müəllim olaq, şagird, abituriyent, statusumuzun heç bir önəmi yoxdur. Düşünürəm ki, bu hekayə sizin üçün kifayət qədər çox anlam daşıya bilər. Amma mənim bugünkü çağırışım abituriyentlərimizədir. Dərsinizi möhkəm oxuyun, dərslərinizdə diqqətli olun. Fikriniz sadəcə dərslərinizdə olsun, ailənizdə olsun. Kənar insanlara, kənar faktorlara əhəmiyyət verməyin. Zaten siz universitetə qəbul olacaqsınız və qəbul olanda həmin bugün düşündüyünüz o gərgin mübahisələrin nə qədər əhəmiyyətsiz, önəmsiz olduğunu anlayacaqsınız. Hamınıza uğurlar arzu edirəm.